Rusiyanın Ukraynaya qarşı işğal müharibəsi və Amerika Birləşmiş Ştatları İsrail cütlüyünün İrana qarşı əməliyyatlarının oxşar və fərqli cəhətləri var. Buyurun. Əgər Rusiya-Ukrayna müharibəsində danışıqlarda nəticə gözləmək ağıl göstərici deyil. Heç bir şey mümkün deyil. Yəni nə mənada? Çünki Rusiyanın istədiyi Ukrayna adında millət yoxdur, Ukrayna adında dövlət yoxdur. Siz ərazilərinizi bizə verməlisiniz və biz istədiyimizi etməliyik, istəyilir. Yəni bunlar bir mənalı belə səsləndirirlər. Yəni ordunuz olmamalıdır filan, biz istədiyimizi etməliyik. Amma İran, Amerika Birləşmiş Ştatları, İsrail qarşı durmasında hər zaman orada müəyyən bir delta var, orada bir danışıqlar üçün imkanlar var. Yəni, yenə qayda əlbəttə ki, Amerika Birləşmiş Ştatları, İsrail cütlüyü beynəlxalq hüququ pozub. Belədir. Yəni, amma haqq ediblər, ya, bu tərəfi də var. Yəni, sən hələ ki, İranı, deməli, uranı yaxud plutoniumu zənginləşdirməmsən, bəri başdan qonşulara hədə gəlirsən və yaxud müharibə başlayan kimi götürüb qonşuların hamısına həm müsəlman təəssübkeşliyindən danışırsan, həm də götürüb qonşuluqda olan, körfəzdəki olan bütün ölkələrin həm də mülki obyektlərinə atəş açırsın, o cümlədən otel komplekslərinə bilirsiniz, Dubayda, yaşayış binalarına, Səudiyyəni görənləri hansı vəziyyətdə, yaxud elə və digər ölkələr, belə deyək, hamısını bir yerdə. Ona görə bu müharibədə, yəni yaxın şərq müharibəsində danışıqlar üçün yer var. Əgər Rusiya-Ukrayna danışıqları vaxt tutmaq üçündürsə və tərəflər hər biri öz istəyinə uyğun bu danışıqları uzadırsa, ya daha doğrusu alınmırsa, əlbəttə ki, biz istərdik ki, müharibəni başlayan Rusiya tərəfdir və elə özü də müharibəni, yəni Ukrayna müharibəni dayandırmaq gücündə deyil. Müharibəni başlayan tərəf dayandıra bilər. Eyni şey də deyək ki, yaxın şərqdədir, İran ətrafındadır. Amma İran ətrafında ərazi iddiası yoxdur. İran ətrafındakı məsələlər beynəlxalq hüquqa daha çox, belə deyək də, orada müəyyən necə deyim, manevrlər eləmə imkanı var. Elə bilin buna görə danışıqlar başlayır və ümid edək ki, müəyyən mənada hansısa bir dövr üçün əlbəttə ki, danışıqlar prosesi o dağıntıları, insan itişlərinin qarşısını alacaq və nədənsə mən inanıram ki, hansısa bir formada bəlkə də bəzi məsələlərdə, hamısını demək olmaz, yəqin ki, müəyyən ortaq məxrəclər tapıla bilər. Amma Rusiya-Ukrayna müharibəsi, Ukrayna danışıqlarında bu məxrəci tapmaq mümkün deyil. Çünki tərəflər tam antagonist, tam fərqli mövqedədirlər. Yəni, dövlətlərdən biri o birisini udmaq istəyir. Yəni, fiziki mənada udmaq istəyir. Nədir ki, belə qida qəbulu kimi. Deyir, Ukrayna adında dövlət yoxdur və siz indən belə biz dediyimizi etməlisiniz. Buna da Ukrayna xalqı, ictimaiyyəti, silahlı qüvvələri razılaşmır. Söhbət nə Zelenskidən getmir, nə Sırskidən getmir. Bu günləri sizə əmin edeyim ki, onlar dəyişsələr də, deməli, Ukraynada elə bir siyasi, elə bir ictimai, elə bir dövlət xadimi yoxdur ki, hansısa formada Rusiya hətta nəinki razılaşsın, güzəştə getmək sözünü istifadə etsin. Və bu radikallaşma Ukrayna cəmiyyəti bu günləri sizə bir şey deyim də, deməli, müharibə başlayanda 2022-ci ildə, 2014-dən, sonuncu elə siyah alınma 2013-cü il Ukraynada. Onda Ukrayna əhalisinin 17,2% özünə etnik rus deyildi. Bu gün həmin rəqəm 7,2%. Bu günləri Ukraynada özünə rus deyən tapa bilməzsən. Hətta doğrudan da etnik mənada rus olanlar özlərini Ukraynalı deyirlər. Yəni Ukrayna artıq siyasi Ukrayna milləti anlayışı ortaya gəlir. Hətta bizim Qafqazlılar, yaxud Baltikan ölkələrin nümayəndələri və digər xalqlar. Hətta mən Afrikalılar tanıyıram ki, özünü Ukraynalı deyir. Yəni artıq siyasi millət, Ukraynalı siyasi millət yarada bilib. Yəni Putinin istəkləri tam əks effekt verir. Yəni əvvəllər Ukraynada doğrudan da hansısa bir formada, hansısa bir millətlər deyə bilərdiksə, bu günlər Ukrayna olub monoetnik
millət, hamı yerindən duran özünü Ukraynalı deyir. 97%-dən yuxarı Ukraynada yaşayanlar özlərini Ukraynalı deyirlər. Çox qəribə bir hadisə yaratdı Putin. Bu mənada Ukrayna xalqını birləşdirə bildi. Ki, əsrlərlə bunu mümkün etmək mümkün deyildi. Ən azı son 3 əsrdə, yəni Poltava döyüşündən sonra, 1709-cu ildən sonra. Hər zaman və bu günləri Rusların kompakt yaşadığı əraziləri məhv etməklə, deməli, Ukraynada milli zəmindəki qarşı durmanı da Putin deməli, aradan çıxartdı. Yəni, bu müharibədə ilk növbədə Rus dünyasına qarşı aparılan müharibədir. Bunu sadəcə olaraq hər kəs demir. Və insanlar nədənsə elə bilirlər ki, Donbasın xaraba qalmış, onsuz da xaraba idi. Çünki doğrudan da onlar rentabelli işləmirdilər. Ukrayna daş kömürü də kənardan alırdı. Cənubi Afrikadan alırdıq, Polşadan alırdıq. Yəni, onsuz da xaraba qalan Donbası yer üzündən silmək və oradakı Rusları yaxud Rus dilli, yaxud Ruslaşmış Ukraynalıları məhv etmək təbii ki, Kremlin böyük səhvi idi. Və bu günləri Ukrayna bu mənada milli yəni dövlətə çevrilib, tamamilə əks effekt baş verib, bu milli məsələlər baxımından baş verib, o cümlədən silahlı qüvvələrimiz də özünüz də görürsünüz, yəni dünyanın ən yaxşı ordularından biri hesab edilir, o cümlədən ən yüksək texnoloji ordularından biridir bu cümlə. Valla bunun demək, mən çətinlik çəkmirəm. Çünki mən İran şünas deyiləm, yəni xırdalıqlar, incəlikləri bilmirəm. Zamanında müharibə başlamazdan öncə, aydındır ki, bizdə müəyyən dairələrdə, yəni bilirsiniz, mən Ukrayna Müdafiə Nazirliyi yanında İctimai Palatanın, şuranın üzüyəm. Burada müzakirələr oldu, yəni generallar istifadan, biz hamımız istifada olan, yəni ehtiyatda olan zabitlərik, bunu yəni unutmaq lazım deyil. Belə deyim ki, tutaq ki, məndən bir Azərbaycanlı olaraq və İran İslam Respublikasının əsas milli tərkib Azərbaycanlılar, yəni türklər olduğu üçün mənə verilən suallar oldu. Və mən bu suallara belə cavablandırdım. Əgər doğrudan da demokratiyadan danışırıqsa, əgər doğrudan da biz müəyyən təhlükəli, mahiyyəti bəlli olan rejimin dəyişdirilməsindən danışmaq istəyiriksə, gəlin İran İslam Respublikası vətəndaşlarının birbaşa qapalı seçdikləri prezident Dr. Məsud Pezeşkiyanla mən sizə məsləhət görərdim ki, danışıqlar aparasınız. Yəni, sizin söykənə biləcəyiniz və heç olmasa demokratiya pərdəsi arxasında edə biləcəyiniz bundan ibarətdir ki, demokratiyadan danışırıqsa, Amerika yaxud İsrail baş naziri də demokratik yolla hakimiyyətə gəlib. Yəni, buna şübhəmiz yoxdur, belədir. İndi səhv edib, bu vətəndaş da düz edib, mən elə biləm, səhvlər çoxdur, təbii ki, çoxdur. Müasir dünyada populistlər mənada hakimiyyətə gəlməkdə davam edirlər, çox təəssüf olsun. Deməli, və unutmayın ki, İran İslam Respublikasının ərazisi Venezuela deyil. Yaxud İranlılar, belə deyək, Venezuela deyirlər. Bu günləri İran İslam Respublikası vətəndaşlarının təbii ki 75-80% rejimə qarşıdır. Bunu biz bilirik. Bunu siz də bilirsiniz. Bunu hamı bilir. Yer gəlmişkən doğrudan belədir. Hətta yəni biz biraz uzaqda olsaq da öz əlaqələrimizlə, nə bilim, yazışmalarla, dostlarımızın doğrudan deməyi ilə, mən hətta farslar tanıyıram ki, dəqiq nifrət edirlər doğrudan Ayətullah rejiminə. Şəxsən tanıdıqlar. Bir nəfər tanıyıram düzdür, amma neçə illərdir, 10 illərdir ki, mübarizə var. Deməli, nə demək istəyirəm? Bu mənada İran İslam Respublikasında yerli dayaqlar tapmalıdır kənardan gələn qüvvə. Putin Ukraynada yerli dayaq tapa bilmədi, ona görə o duzdu müharibəni. Onu heç kəs gül çiçəklə qarşılamadı, yəni aldatmışdılar, bilirsiniz. Hətta Putinin keçmiş əsas bu məsələlərin baş konstruktoru Surkov hətta Rusiyadan qaçmaq məcburiyyətində oldu. Çünki orada hər il 5 milyard dollar pul yeyirmişlər ki, Ukraynada bizi artıq xalq güllə, çiçəklə gözləyir. Elə ancaq biz Kiyev şəhərinə girib mərkəzi hakimiyyəti, necə ki, Nəcibullah dövrü, yəni Əfqanistan hadisələri, mən 70-ci illərin sonundan danışıram. Güya bu tipli əməliyyatlar həyata keçirmək, yaxud elə Venezuelada Trumpın biraz əvvəl etdiyi əməliyyatlar kimi, yəni birinci şəxsi dəyişən kimi güya hər şey dəyişir.
Məsələ burasındadır ki, doğrudan da İran İslam Respublikası vətəndaşları bugünkü rejimə nifrət edir. İrandakı öz rejimlərinə, belə deyərdim. Amma xarici müdaxilə onları müəyyən mənada hələ ki aktiv hərəkətlərdən çəkindirir. Amma yerdə bilirsiniz, dayaq olmalıdır. Dayaq kimdir? Dayaq əslində oradan da o sonuncu demokratiya cücərtisi olan İran İslam Respublikasında keçirilən seçkilərdir. Seçkilər də prezident seçkiləridir. Çünki parlamentlə bağlı vəziyyəti bilirik. Parlamentə üzv düşənlərin hamısı bir-bir siyahılardan keçir, bir-bir nə bilim, xüsusi yoxlamalardan keçir. Orada nəyəsə nail olmaq məsələsi çətin məsələdir. Amma bir daha seçilən kimi 2024-cü ildə Baş Assambleyada çıxış edən, Amerika xalqı ilə biz düşmən deyilik, çağırışları edən, yəni biz demokratiya istərdik, yəni islahatlar da keçirə bilərik deyən doktor Məsud Pezeşkiyanla Qərb dairələrinin danışması vacibdir.